Axşamınız xeyir olsun Uğur Avto izləyiciləri. Gecə bazarı çıxartmışam yenə. Mazda CX-5. İli 2013-cü ildir, 2 motordur. Bilənlər bilir ki, internet qiymətləri 22.000, 22.500, 23.000, hətta 24.000-ə qədər 2012-ləri var. Bu isə 2013-dür. Təcili sahibinə pul çatmalıdır, satmalıdır. Qiyməti düşüb 14.500 manata yiyəsinə çatan puldur. Maşın da ideal vəziyyətdədir. Bir dənə maşının eybi var, yüngül eybi var. Gəl bura göstərin. Bax, bu tərəfdən qəzası olubdur. Yüngül də yəni indi belə heç nə görsənmir, bilinmir. Prosta biz Stoka işlənib dostlar. Bax göstərək, bizdə şəffaf al verin deyə nə varsa deyək. Bu hissədən zədəsi olub. Zədəsi olub, o da düzəlibdir. Yəni heç bir motor, karobka, hər bir şey ideal vəziyyətdədir. Bazar dəyərindən də 8.000 manat, 9.000 manat aşağısına maşın satırıq. Bir dənə o yüngül qəzasına görə. Ünvanımız Razindir, Arabilinkadır. Səhifədə əlaqə nömrələrimiz vardır. Kredit də mümkündür. Nağdı da qiyməti 14.500 manat, yenə deyirəm, sahibinə çatan puldur. Bir dənə maşın ətraflı göstər. Dostlar, avtomobilin gövdəsi, digər yerləri hər şey qaydasındadır. Yalnız və yalnız sürücü tərəfdən yüngül zədəsi, qəzası olub deyə o bir yana dəyərindən qat-qat aşağı qiymətə belə bir Mazda CX-5. Bu avtomobillərin qiymətləri yenə də qeyd edək ki, dostlar, dəri salondur, səliqəli salondur. Ön hissədə eyni qaydada belə bir salona malik. Avtomobilin bazar dəyəri 22.500, 23.000, 24.000-dən aşağı yoxdur. Amma nəzərə alsaq ki, Teşka qiymətinə dözdəyim. Bizdə amma Uğur Avtoda 14.500 manatdır. 4 fara qiymətinədir. Buyurun, elə bu dəqiqə zəng vurun. WhatsApp işləyir, nömrəmiz aktivdir. 24 saat zəng vura bilərsiniz və öz avtomobilinizi tez satmaq istəyirsinizsə, yenə də bizlə əlaqə saxlayın.